Shein kargosu açırıq. Hər kəsə salam. Ya Allah, başlayıram. Demək, ilk olaraq belə bir çəhrayı korset var. Rəngindən baxın, görün necə qəşəngdir. Mən ümumiyyətlə Shein korsetlərini çox bəyənirəm. İçi dəmirli olur. Rəngi çox qəşəngdir. Arxası da bu şəkildədir. Amma hazırda üzərində göstərə bilmirəm çünki saat səhər 5 işləyir. Əziyyətini dəyərləndirin. Hə, bu yadıma düşdü. Belə bir şal vardı. O qədər ürəyim getmişdi ki buna. Buna baxın, belində belə bir dantel var. Çox qəşəngdir. Materialı da əminəm ki, üzərində çox qəşəng duracaq. Daha sonra belə bir case almışam. Bunun belə arxasında Diva yazır. Sevirəm Shein'in case'lərini. Bu belə transparan korsetdir. Bunu çox bəyənərək almışam. Pencəklərin falan altına geyinməyə. Hə, daha sonra belə bir bluzdur bu. Bu da puantiyedir. Bilirik ki, bu il trenddir belə. Padruqamın sifarişidir. Crocslar üçün üzərinə yapışdırmaq üçün oyuncaqlardır. Bu da padruqamın sifarişidir. 17 Pro Max-ı var onun. Ona izni almışıq sarı. Bu da çəhrayı. Belə başa taxmaq üçün abadoklar. Üçü birlikdə. Ürəyim düşdü. Çox uyğun aydı qiyməti. Buna ürəyimiz getdi. Sizin də ürəyiniz gedəcək. Buna baxın. Bu bir bluzdur. Belə başımdan keçəcək. Wow, bir şeydir də, yəni çox gözəldir. Yəni bu qədər kaliteli gələcəyini gözləmirdim həqiqətən, amma çox qəşəngdir. Bu hissiz nədir? Geyimlərin yaxası açılanda bu belə iki tərəflidir. Buradan yapışdırırsan, orada yapışır bədəndə qalır, lazımlıdır. Bu belə bir dənə sadə balaca qara kəmərdir. Bu da belə bir bluzdur. Qəşəngdir mi? Qəşəngdir. Bəyəndim. Sardı. Dəfəki Shein alışverişim bu qədər idi. Filan zirələri yazmağı unutmayın. Hələlik.